Salam dostlar, YouTube kanalıma hoş gelmişsiniz. Mən Sevda ve YouTube kanalımda ChatGPT ile pul kazanmağın yolları adlı seriyamıza devam edirik. Ötən videoda mən nədən danışdım? Ötən videoda mən sizə rəqəmsal məhsulu necə yarada bilərik bu haqda danışdım. Ətraflı və vizual formada məlumatlar verdim. Əgər həmin dərsi izləməmisinizsə, keçid edərək izləyə bilərsiniz. Bugün ise ne edeceğiz? Bugün biz freelance bazarında mükemmel formada prompt mühendisliğini öğreneceğiz. Yani siz bugün prompt necə hazırlanır? Adi promptdan danışmırıq. Mükemmel ve müxtəlif şirkətlərin bizdən tələb etdiyi promptları deyirəm. Onlar necə hazırlanır və hazırlayacağımız promptları harda necə sata bilərik? Ondan necə effektiv formada istifadə edə bilərik? Bugün bundan danışacağım. Hazırsınızsa başlayabiliriz. Herkes ChatGPT'ye mənə bir şiir yaz veya bu mətni tərcümə et deməyi bilir. Amma şirkətlərə bu bəsit cavablar lazım deyil. Şirkətlər öz işlərini avtomatlaşdıracaq mükəmməl sorğular, yəni promptlar axtarırlar. Bugün isə süni intellektə düzgün əmr verməyi bacaran, insanların necə ayda minlərlə dollar qazandığını və sizin necə peşəkar prompt mühəndisi ola biləcəyinizi izah edəcəyəm. Mükəmməl promptun formulu nədir? Gəlin ilk sualımız bu olsun. Peşəkar prompt yazmanın qızıl bir qaydası, formulu var. Birinci rol, daha sonra kontekst, daha sonra tapşırıq və sonra isə çıxış formatı gəlir. Əgər siz ChatGPT-yə sadəcə reklam mətni yaz desəniz, bərbad bir şey yazacaq. Amma desəniz ki, sən 10 illik təcrübəsi olan meta reklam mütəxəssisisən, onda təbii ki, nəticə möhtəşəm olacaq. Gəlin canlı olaraq sınaqdan keçirək. Müştərilər üçün prompt paketləri hazırlayırıq. Biz bu videoda daşınmaz əmlak agentləri üçün bir prompt paketi hazırlayırıq. Onların ən böyük dərdi sizcə nədir? Müştərilərlə ilk danışıq, soyuq zənglər və evlərin təqdimatı. ChatGPT-yə elə bir mühəndis promptu yazdırırıq ki, əmlak agenti sadəcə evin kvadratını və yerini yazanda sistem ona hazır satış nitqi versin. Axtarış yerinə prompt injiner yazıram. Bu adam sadəcə şirkətlər üçün prompt yazır və bir sifarişi üçün $100 tələb edir. İndi isə prompt base saytına baxaq. Bura sırf prompt satılan bir marketdir. Hazırladığınız promptu buraya yüklüyorsunuz və hər yükləmədən pul kazanırsınız. Süni intellekt işimizi əlimizdən almayacaq. Əksinə, süni intellektdən istifadə edən insanlar etməyənlərin işini əlindən alacaq. Prompt yazmağı öyrənin. Gələn dərsdə bunu bir sosial media agentliyinə necə çevirəcəyinizi göstərəcəyəm. Növbəti dərsimizdə görüşmək ümidi ilə sağ olun, özünüzə yaxşı baxın.